Konstitusiyada hamı ilə hər kəsin fərqi nədən ibarətdir? Dövlət qulluğunun test və müsahibə mərhələsinə hazırlaşan bir çox namizəd üçün maraq doğuran suallardan biri də məhz bu sualdır. Bugünkü izah videomda sizlərə bu fərqi izah edəcəm. Konstitusiyada hamı hər kəsə münasibətdə özündə daha geniş subyekt dairəsini nəzərdə tutur. Belə ki, hər kəs dedikdə konkret olaraq şəxslərdən söhbət gedir. Bu şəxslər fiziki şəxslərdir ki, onlar da özlüyündə vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ibarətdir. Hamı dedikdə isə nəzərdə tutulan hər kəs, yəni fiziki şəxslər, dövlət orqanları, bələdiyyələr və hüquqi şəxslərdir. Gəlin indi konkret olaraq misal əsasında izahımızın doğru olub-olmadığını birlikdə yoxlayaq. Konstitusiyamızın 25-ci maddəsində qeyd edilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Buradakı hamı sözünü, hamını biz açarkən istifadə etdiyimiz subyektlərdən biri ilə əvəz etməksək, desək ki, dövlət orqanları qanun və məhkəmə qarşısında bərabərdir, gördüyünüz kimi heç bir məntiqi məna bağlılığında problem yaranmadı. Amma biz hər kəsin yerinə dövlət orqanlarını və ya bələdiyyələri yaza bilərikmi yoldaşlar? Baxaq. Azadlıq hüququnda 28-ci maddədə bilirik ki, hər kəsin azadlıq hüququ vardır. Deyə bilərikmi ki, dövlət orqanlarının azadlıq hüququ vardır? Əlbəttə ki, xeyr. Gördüyünüz kimi heç bir məntiqi məna bağlılığı uyğun gəlmədi, yaranmadı. Buna görə də biz artıq gördük ki, bizim izahımız həqiqətən də doğru imiş.